Çenyek bulup oyna. Çenyek. Çenyek oyunlar var. Şimdi çenyek oyunları şunda her xil lezzgisi var. Kars uruş var. Hey! Maskarabaz yolları var, maskarabaz. La li 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 da la li li la li 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 da la li li la li 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 da la li li la li li li. Xorazmda 9 xil ləzgi mövcud olub, bunların birincisi məsxarabaz ləzgisi, ikincisi qayraq ləzgisi, üçüncüsü surnay ləzgisi, çəngək ləzgisi, qarmon ləzgisi, xiva ləzgisi, dutar ləzgisi, həm də Kamilca Atanyazov söz bağışlayan Xorazmli yelləli ləzgiləri hesablanır. Hareketlerini ko'rsatib bering. Bu Xorazm ləzgisinin hərəkətləri qadim Avesto dininə barıda qaladı. Yəni bizdə Zarduştilik dinində qadimdə Xorazmdə Quyaşa sığınırlar. Quyaşa sığınan vaxtında rez bərədilər. Rez deyimiz bizə onu rez bilən çıxan vaxtlarında bilən çıxanında bütün çıxanımızdan hərəkətlər bilən çıxıb bir yana qarıyımız ox deyib bunu mənalarını hər qaysısı bütün cümlə işi aləmini, gözəllikini, iş hərəkətlərimiz riyezdə ifadalab durub, həmməsini pak deyib durub Quyaşa taşıyımız. Yəni bu qadim Xorazmni özünün Zərdüştilik dinindən qalğan gahlarda boğandan bu ləzgi. Şu Zərdüştilik dinindən qalıb yatıran hərəkətlərimiz, məsələn gəplərimiz həm kiştək, hava, xeylə, həmməsi şu Zərdüştilik dinindən bizlərə qalıb yatıran vəcə hesablanır. 3000 yıllıq tarixi ega Xorazm ləzgisi. Hareketlerini ko'rsatib bering, mashhur hareket. Yəni Xorazmni özünü əddini ajralıb duradu hərəkəti yenə aslanlı şu, yenə Kars. Ray da 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 ray da 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 ray da ra da 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 dam. Bu Kars heç yerdə yox. Bir bizə də ili şu Zərdüştilik dinində kişkişləb durub məsələn qadimdə şu cinu şeytanlarını kuş üçün tayaka urub, daşa urub durub kiştək durub nənəni kuğallar. Şu nətkə vaxtında bu dəstbənd uran halda Gerodotnu şunu yaxşı gəpə var. Bizəni Massagetlər xalqı haqqında yazan gəpləri bula. Şu Massaget xalqı dedi Oks dəryası, Əmudəryanın boyunda dedi, olav yaqqanı halda dedi, tün batkəndən tan at güngə qədər ağızlarda ritm tutgan halda çigəl yazdı maşıqlarını bəcərgərlər. Bu çigəl yazdı maşıqları deyəni şu Xorazm ləzgisini ilk açılatıran kürtəkləri hesablanır. Şu vaxtda bula şu Kars uruşmalar, avaxa gəplər, həmməmiz kiştəkə şu dəvirdən bizlərə miras olub qalıtıran raqsımız, milli mirasımız hesablanır. Eng mashhurlari shuda, to'g'rimi? Ha, albatta. 9 ta turini sanadingiz. Ha. Qolganlarining bir o'ziga xos harakatlarini ko'rsatib bering. Onların məsələn içində çəngək ləzgisi haqqında əlaqədə toxtalıb ötdük. Çəngək ləzgisi bu İran ilə ləzgisi də həm aytılğan. İran ilə ləzgisi vaxtında ola özlərinin şu etiqadında əvvəl ya Allah deyib durub ya ola yer urğa halda yer urub oynağanlar. Yəni bu ləzgi üçdə məsələn həmmə muzikalarda, həmmə raqslarda boladı ki məsələn başlanışı oladı, evci oladı, tamamı oladı. Ləzgidə tamamı olmaydı. Rayda umbada pak dum tak rayda da damda bir yerə ilk getərlər. Bu ləzginəm şu vaxtda barğan sayı aslan başlandan tap alava oxşaydı ləzgi. O alavan başda aslan yam duradı qaxır. Aslan yam duradı da yenə bundan sayın güçəyədi. Bizən ləzgimizəm çünki aslan başlap duramızdan başda şu kol yelkələ bilən becərib durub ki ayaqlara ötəmiz şu qadimdam şu başda başlanışına dik durub oynağanlar, xarısa oturub oynağanlar, yatıb oynağanlar. Şu ləzgi 2 saatləb, 3 saatləb çalınsa oladın yeganə raqs hesablanırdı ləzgi. Tizzalab, charchaganda Tizzaganda çərçəb oturub, üşətdirib oturğanlardan İran ləzgi, çəngək ləzgisidən doğrumu? Şu oturğan vaxtlarında ray da ra da da day da ra da da day da ra da da day da dam etdirib oynağanlar. Bulanı bu mənası nə bildirədi? Özünü tənəsindən çıxıb durğan energiya tənəsinə sığmayın durub yerlərə azart bilən, güc bilən urub durub yerdən quvvat alıb durubmuz deyən mənada şunun nərsələrin təbiət bilən çəmbərçəs bağlıq ləzgi. Həmmə nərsəsini, hər bir hərəkətini bizə ləzgidə bizə ustazımız Gəvxar xanım Matyakuban şunun gəpləri var. Ləzgidə dedi bizə oynağanımızda dedi. Osman bilən yerin arasındakı
həmmə hərəkətini, həmmə buladan hadisəni bizi ləzgi rəqsində ifadəlab biləmiz.